Audi bu sadece bir avtomobil değil. Bu inatkarlığın, texnologiyanın və gələcəyin adıdır. O elə bir markadır ki, onu neçə dəfə yıxmağa çalışsalar da, o yenə də ayaqda dik qalmağı bacarır. August Horch bu adam Almaniyada tanınmış mühəndis idi. Amma 1909-cu ildə özü yaratdığı şirkətdən qovuldu. Bir çoxları təslim olardı, amma o yox. Və yeni şirkət yaradır. Məhkəmə isə yeni qərar çıxardır və ona şirkətin adında öz soy adını istifadə etmək qadağan edir. O isə cavab olaraq Audi brendi yaradır. Horch sözünün açıqlaması Latin dilində Audi deməkdir. Yəni dinlə. 1911-ci ildə Audi dünyanı fərq etməyə başlayır. İlk yarışlarına çıxır və qalib gəlir. 1914-cü ildə Audi sürücüsü Alp dağlarında ən çətin yarışlardan birində 2400 km məsafəni qət edir və 10 gün ərzində 10 keçidi aşaraq qalib gəlir. 1932-ci ildə Böyük Depressiya iqtisadiyyatı çökdürür və Audi müflis olmamaq üçün məcburi 3 şirkətlə birləşir. Beləcə Auto Union bizə tanış olan 4 halqa yaranır. Bu bir